Güclü yağışlar su ambarlarını doldurub. Son dövrlər Azərbaycanda yağan intensiv yağışlar su ambarlarında səviyyəni yüksəldib. Hazırda əsas ambarlarda 20 milyarda yaxın kubmetr su toplanıb. Bunun 15 milyarda yaxını Mingəçevir, 1,5 milyarda yaxını isə Şəmkir su ambarındadır. Araz su ambarında isə su ehtiyatı 1 milyard 223 milyon kubmetrə çatıb. Bu müsbət dinamika suvarma mövsümü üçün vacib olmaqla yanaşı, əhalinin içməli su ilə təminatında da sabitlik yaradacaq. Lakin iqlim dəyişikliyi su axınlarında hər an qeyri-sabitliyə səbəb ola bilər. Unutmayaq ki, hər bir damcı dəyərlidir. Bugün bol görünən su ehtiyatları sabah da eyni səviyyədə qalacaq demək deyil. Suya qənaət etmək, onu qorumaq və məsuliyyətlə istifadə etmək hər birimizin ortaq məsuliyyətidir.